Çoxlar elə düşünür ki, bizim ixtisasımız sadəcə torpaq və fiziki işdən ibarətdir. Amma əslində biz bugün artıq ənənəvi təsərrüfat metodlarından uzaqlaşıb tamamilə rəqəmsal kənd təsərrüfatı dövrünə qədəm qoymuşuq. İşimizdə dronlar vasitəsilə tarlaları monitorinqlər aparmaqdan, IoT sensorları ilə nəmliyi ölçməyə və süni intellekt analizləri ilə gələcək məhsulu proqnozlaşdırmağa qədər geniş bir texnoloji spektrdən istifadə edirik. Bizim əsas missiyamız ağıllı kənd təsərrüfatı quraraq hər qarış torpaqda maksimum səmərə əldə etmək və ən vacibi dünyamızın ekoloji tarazlığını qoruyub gələcək nəsillərə daha yaxşı bir iş götürməkdir. Bu ixtisas mənə torpaqdan daha çox şeyi, həyatda ən vacib dərsi olan səbri və dəqiqliyi öyrədib. Bir toxumun cücərib bar verməsi üçün necə doğru vaxt, uyğun bir mühit və böyük qayğı lazımdırsa, bizim gənclər olaraq ideyalarımız və şəxsi inkişafımızın çeklənməsi üçün davamlı əmək və sarsılmaz iradə şərtdir. Biz necə ki yorulmadan torpağı canlandırmaq üçün çalışırıq, eləcə də öz üzərimizə işləyərək cəmiyyətimizi daha dayanıqlı, daha savadlı və daha işıqlı gələcəyə daşımalıyıq.